Səhər basqını. Stansiyalardan birinin kamerasından Edi görən kimi evdən çıxdıq. O metroya gedir. Deməli, ev boşdur. Onun mənzili mərkəzdən biraz uzaq idi. Amma biz maşınsız gedirdik. Küçədə sərin mart küləyi əsirdi. Necə də qəribədir. Bu günlər adətən şəhərdə tonqallar yanardı, küçələrdə səmənlər satılardı. İndi isə sadəcə boz və bomboş şəhər öz sükutu ilə bizi qorxudurdu. Canan deyən binaya yaxınlaşdıq. 16 mərtəbəli binanın 9-cu mərtəbəsindəki 3 otaqlı mənzillərdən biri Nedinki idi. Həyətə daxil olub, liftin düyməsini bastıq. 2 dəqiqəyə lift 9-a qalxdı. Blok boş idi. Nedin qapısına yaxınlaşdıq. Kənan əlindəki çantadan kobud bir alət çıxardıb qapıya vurmağa başladı. Bir neçə dəqiqə davamlı zərbədən sonra qapının qulpu və daha sonra kilidi də sıradan çıxdı. Qapını açıb tozlu girişdən içəri daxil olduq. İkinci qapı da var idi. Girişdə, amma o açıq idi. Diqqətlə içəri baxdıq. Bu geniş bir mənzil idi. Böyük otaqda gözlərimiz kəlləmizə çıxdı. Bütün divarlar kağızlarla, qəzet parçaları və müxtəlif xəritələrlə dolu idi. Bu əsl baza idi. Divarda tanımadığımız qəribə işarələr, prezidentin və nazirlərin şəkli, metro girişləri və çıxışları hamısının xəritədə birləşən nöqtəsi, yeraltı yolların sxemi, müxtəlif qəzet məqalələri, hansısa kimyəvi elementlərin formulları və daha nələr. Hamısı da kiçik düymələr ilə divara sancılıb və üzərindən yağlı markerlə işarələr cızılıb. Biz bunlara baxır və yerimizdəcə fırlanırdıq. Hər divarda yüz minlərlə informasiya cəmlənmişdi. Harp qurğusunun şəkli və 21 mart yazısı. Baykal gölü və onun koordinat sistemi, göy avtobuslar və Baykala doğru çəkilmiş göy ox işarələri. Bu bizi çaşdırır və sadəcə suallarımızın üzərinə suallar gətirirdi. Kənanın əlindən tutmaq istədim, amma daha sonra gördüyüm məni lap dəli elədi. Bütün bu kağız-közün içində, divarlardakı yazılar, işarələr, xəritələrin içində mən öz şəklimi gördüm. Bu mən idim. Mənim şəxsiyyət vəsiqəmdə olan şəkil idi bu. Kənandan yapışıb onu silkələdim. Kənan, bura bax. Kənan sadəcə yanımda dayandı, sustu və şəklə yaxınlaşdı. Fidan. O sadəcə bilmədi nə desin. Bütün bunlar, bütün bu qəribə yazılar və işarələr, bütün bu qəribə sxemlər, cədvəllər və yeraltı yollar. Baykal gölü və 21 mart, üstəlik mənim şəklim. Biz sadəcə bilmədik, nə deyək bir-birimizə. Mənim şəklim nə gəzirdi burada? Yoxsa onlar, yoxsa mən axtarışdayam, onlar biliblər qaçdığımı. Bunu düşündükcə qorxu məni daha möhkəm bürüyürdü. Kənan, onlar məni axtarır, zəhrimara qalsın bu ev, hər şey, biz qaçmalıyıq buradan. Kənan dedi. Fidan, 5 dəqiqə vaxt ver, mən buranı incələyim. Burada haradasa bir kompüter olmalıdır. Mən oradakı materialları fleşkaya atım və gedək. Evdə bir qərara gələrik. Mən yenə də onunla razılaşdım. Amma istədirdim ki, bu sakitlik ancaq ziyanımadır. Mən başqa qızlar kimi bu dəqiqə həyasızlıq eləyib qışqırmalı, buradan qaçmalıydım. Niyə mən ona belə qulaq asırdım ki? Niyə onun hər söz mənim üçün qanun idi ki? Kənan divarlara baxa-baxa o bir otaqları da axtarmağa başladı. Hər şey bu zəhrimara qalmış Baykalla bağlıdır. Fikir ver, hər yerdə Baykal. Baykal nədir ki? Necə yəni nədir? Rusiyada böyük bir göldür. Avtobuslar deməli sağ qalanları ora aparır. Amma orada nə var bilmirik. O yataq otağından kompüter götürüb dedi. Budur, tapdım. Onun kompüteridir. Bu xüsusi bazadır. Bundan ancaq çox peşəkar adamlar istifadə edir. Bunlar Bakıda satışda olmur. O kompüteri işə saldı və tez fleşini taxdı. Amma kompüterin portları heç nə qəbul etmirdi. Bu sistem özünü qoruyurdu. Zibilə qalsın bu sistem. Hakerlər gücsüzdür belə şeyin qarşısında. İndi nə edək? Fidan, 2 dəqiqə qoy baxım bura. Heç nə ata bilmirəm fleşə. 2 dəqiqə artıq gözlə baxaq nə var burada. Aha, deməli belə. Ok, bu da aydındır. Aha, bax, bu da Google Earth. İndi Baykala işarələrin göstərdikləri koordinata baxaq. Kənan xüsusi proqram vasitəsilə Baykal gölünün kosmosdan olan görüntüsünə baxdı. Budur, boşluq, heç nə yoxdur. Çox qəribədir, görəsən niyə? Niyə boş düzən yerə getsin ki avtobuslar? Fidan, ola bilməz ki, bura boş olsun. Deməli, sadəcə Google Earth proqramında bu yer nəsə başqa bir şəkil qoyublar. Kənan yenidən kompüterdən ayrılıb divarlara yaxınlaşdı. Mən həyəcanlanırdım. Ən qorxulu adamın evinə basqın etmişdik. Ayaqlarım tir-tir əsirdi. Kənan, nə axtarsan? Gəl gedək, nə qədər heç kəs gəlməyib. Mənim şəklim divardan asılıb, gəl gedək. Atacaqlar bizdə. Bumbuz dənizi öldürəcəklər soyuqda. Soyuq, temperatur, aha. Son sözüm sanki Kənanın yadına nəyisə saldı.
O dəli kimi kompüterə atılıb klaviaturanı əlinə aldı. Bir neçə düyməyə basdıqdan sonra qarşımızda yerin böyük xəritəsi açıldı. Bax, bu Google Earth kimi bir proqramdır. Yuxarıdan Sputnikdən yeri görmək olur. Düzdür, bu proqram 2006-cı ildən qadağan olunsa da, mən onun alqoritmini dəyişib yeni funksiyalar əlavə eləmişdim. Nə deməkdir bu, Kənan? Bu proqram bir neçə dəqiqə ərzində yüklənir, sonra da planetin yüksək keyfiyyətli fotolarını çəkməyə başlayır. Fotolar? Yox, bu tam fotolar deyil. Bu fotolar birbaşa enerji və istiliyin çox olduğu yerləri qırmızı rənglə göstərir. Termofotolar çıxarır. Başa düşdüm. Bəs bu nəyimizə lazımdır? Baykal gölü, onun ətrafı deyilən koordinatı yoxlamalıyıq. Daha onun işini uzatmaq istəmirdim. Bir neçə dəqiqə ərzində o sistemə qoşulub həmin yerin termofotolarını çıxardı. Ağ-qara rəsmdə həmin ərazidə böyük qırmızı dairələr əmələ gəldi. Bax Fidan, bu ərazilərdə nəsə var. Görürsən, buranın temperaturu yaxın ərazilərdən daha istidir. Gölün qırağında bu qədər isti varsa, ya orada güclü yanğın var, ya da ki, sadəcə çoxlu binalar və qızdırılmış mənzillər, zavodlar var. Mən əminəm ki, burada böyük bir şəhər var, amma dünyadan gizli bir şəhər. Fikir ver, normal, hər kəsin bildiyi proqramla xəritəyə baxanda, orada sadəcə düzənliyi görsənir, başqa heç nə yoxdur. Heç nə yoxdur? Biz peçlərdən baxırıq da, orada ancaq dağlar və düzənliklərdir. Ən yaxşı halda kiçik kəndlər, amma görürsən bu istiliyi. Başa düşdüm. Deməli, peçlər o əraziləri göstərmir. Hə, elə çıxır ki, göstərmir. Yalandan qoyulmuş kamuflajdır. Photoshopda kəsilib başqa bir düzənlik şəkli qoyulub sanki, yamaq kimi. Amma termofoto da bunu edə bilmirlər. Çünki o rəsmi yox, temperaturu çəkir. Temperaturu isə yamaq edə bilmirlər. Kənan, deməli onların planları nəsə bu yerlə bağlıdır. Bilmirəm dəqiq, amma Baykaldakı bu dairəni görürsən, Azərbaycan boydadır o isti dairə. Mən başqa düyməyə başa düşməyə başlayırdım. Deməli, adamları ora aparırlar. Deyəsən elə çıxır Fidan. Bəs niyə? Bilmirəm. Yaxşı, bəs ağlına nə gəlir Kənan? Nə eləmiyorlar? Gedək ora. Kənan artıq kompüteri söndürməyə hazırlaşaraq dedi. Biz oraya getməliyik Fidan. O koordinatlar bizim xilas yerimizdir. Bütün xilas olunanlar oraya aparılır. Tez çıxmalıyıq bu mənzildən. Bizim cəmi 3 gün vaxtımız var ora getməyə. Avtomobil götürüb növbə ilə sürərik. 2 günə çata bilərik. Mən gülümsədim. İlk dəfə üzümdə həqiqi gülüş yarandı. Deməli, doğrudan da biz xilas ola bilərdik. Deməli, artıq bilirik hara getmək lazımdır və indicə bir maşın götürüb oraya gedəcəyik. 3 gün bəs edərdi oraya çatmaq. Amma bunu düşündüm ki, gözüm kompüterdə bir şeyə sataşdı. Kənan, ekranda o yanıb sönən pəncərə nədir? Bilmirəm. Bu nəsə bir proqramdır. Antivirusdan zaddan. Bunu artıq vaxtımızı itirməyə tez çıxaq evdən. Bizə lazım olan hər şeyi öyrəndik. Mən niyəsə bu dəfə onu dinləmədim və qız intuisiyası mənə dedi ki, o yanıb sönən proqram dəhşətli bir şeydir. Yerimdən atılıb o proqramın üzərinə bastım. Ekranda yeni pəncərə açıldı və Kənanla mən özümüzü gördük. Amma arxadan kompüterə baxan görüntümüzü gördük. Bu elə qəribə və dəhşətli bir an idi ki, elə bildim ayaqlarım zəifləyəcək və yerə yıxılacaqdım. Kənan məndən cəld tərpənib arxaya çevrildi. Biz yalnız indi bu kağızlar və qəzetlərlə dolu divarda quraşdırılmış kameraları gördük. Kameralar bizi çəkirdi. Zəhrimara qalsın Fidan, bizi çəkirlər, qaçmalıyıq. Kənan düşünməyimə belə vaxt qoymayıb əlimdən yapışdı və məni mənzilin çıxışına doğru dartmağa başladı. O bir anda anladı ki, səhərdən bizi güdürlər və buraya adam göndərə bilərlər. Mənə hər şey çatanda Kənan artıq qaçaraq məni də ikinci otaq qucağında sürütləyirdi. Amma artıq gec idi. Qonaq otağında geniş beyaz divanda o əyləşmişdi. Ağ qaşlarını təəccüblə qaldırıb gülümsədi və əlindəki jurnalı kənara qoydu. Mənim əzizlərim, sizi göydə axtarırdım, öz evimdə tapdım. Üzbəüz. Mən Kənanın qolundan yapışıb onun arxasında gizləndim. Bu arıq, iriyən Skandinavı yenidən görməyə qədər dəhşətli işin ola bilməzdi. Ağ divan və yazılarla dolu divarın fonunda mavi gözləri daha da parlaq görünürdü və o yenə də mədəni bir təbəssümlə bizə tamaşa edirdi. Kənan isə mənim qolumdan yapışaraq yavaş-yavaş addımlarını mənzilin qapısına tərəf yönəldirdi. Sadəcə Nedə cavab vermədən evdən qaçmaq istəyirdi. O bizim yaxınlaşdığımızı görür və ayağını ayağın üstünə qoyub gülümsəyirdi. Siz nədən qorxub qaçdınız ki bunkerdən? Nə oldu birdən sizə? Kənan anlayırdı ki, o vaxtı uzadır və bizim getməyimizi istəmir. Ona görə sadəcə bunu dedi. Əlvida Nedorif. Bunu deyərək qapıya tərəf çevrildi və qapının qulpunu qəhrəmancasına burdu. Amma ikinci gözləmədiyimiz şey baş verdi. Qapı bağlı idi. Bu mənzilin çöldən və içəridən 2 qapısı var imiş. Sadəcə biri açıq olduğundan biz çöl qapını qırarkən ona fikir verməmişdik. Kənan içəri qapının qulpundan yapışıb açmağa başladı. Dəmir qapı bağlı idi. Biz az qala dəli olduq. Qapını var gözümüzlə açmağa çalışdıq, amma o açarla içəridən bağlanmışdı sanki. Neydisə bu arada heç tələsmədən divanın qarşısındakı masaya 3 çay süzüb bizi gözləyirdi.
Kənan başını yelləyib qulağıma pıçıldadı. Lənətə gəlmiş, bu Ned qapını bağlayıb. Mənim gözlərim dolmuşdu. Bu ətlaf 100% bizi öldürəcəkdi. O qədər adamı öldürmüşdüsə, biz də mütləq öldürəcəkdi. Bilmirdik onun silahı var ya yox, qorxurduq. Dostlar, çayınız soyuyur. Onun incə səsi dəhlizə gəldi. Biz qorxaq, əsəbi və nifrət dolu addımlarla ona yaxınlaşdıq. Kənan səsini qaldırdı. Aç qapını, ver açarları. Həyəcanlı olduğumuzu görən Ned əlindəki stəkanı burnuna yaxınlaşdırıb illədi. Bəh, 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 əzizlərim, bu adi çay deyil, bu puerdir. Tibetdən gələn əsil Çin çayı. Bir ətrinə baxın bunun. Puer çayı dəmdə qaldıqca daha da gözəlləşir, daha dadlı və daha xeyirli olur. Başqa çaylardan fərqli olaraq bu çayın bədənə ancaq xeyri var. Min dərdə dərmandır. Bunu deyib 2 qurtum çaydan içdi. Heç dadına da baxmayacaqsınız. Bizim gözlərimiz sualla dolu idi. Nə baş verdiyini anlamırdıq. Amma onun verdiyi çaydan heç vaxt içməzdim mən. Elə Kənanda. Bunu görən Ned qastukunu düzəldib, üçbucaq kimi iti çənəsini yuxarı qaldırıb, gözlərini aşağı salıb dedi. Bunlara baxın. Puf, ağzınızın dadını bilmirsiniz. Kənan ikinci dəfə qışqırdı. Açarı ver. Ned bir qurtum da çaydan içdi və hiyləgər təbəssümü yenidən üzündə peyda oldu. Dodaqları aralandı, dişləri parıldadı. Nedin dişləri ağappaq idi, mənim dişlərimdən də təmiz idi. Qeyri-təbii bəyazlıq onun dişlərini daha da eybəcər edirdi. İndi onu yaxından görür və hiss edirdim ki, qaşlarını alır və üzünün belə parlaq qalması üçün xüsusi nəmləndirici kremlərdən istifadə edir. Kişi olsa da üzündəki qadın gözəlliyi onu daha da qorxunc edirdi. Başını yelləyib sakitcə dedi. Çox təəssüf əzizim, qapılar avtomatik bağlanır. Əgər oğru birinci qapını qırıb içəri girirsə, ikinci qapı 5 dəqiqə sonra avtomatik bağlanır ki, oğru bayıra çıxa bilməsin. Mən də sizdən 5 dəqiqə sonra içəri girdim və qapı bağlandı. Nə açarı var, nə qıfılı. Kənan diqqətlə qapıya baxdı. Doğrudan açar salması yerdə yox idi. Anladıq ki, onunla danışmamış, onun qaydaları ilə hərəkət etməmiş buradan çıxa bilməyəcək. Ned bizə qarşısındakı 2 kroslanı göstərib əyləşməyi təklif etdi. Əzizlərim, əyləşin. Mədəni surətdə aramızdakı bu kiçik anlaşılmazlığı müzakirə edək. Bizdən nə istəyirsiniz? Əzizlərim, mən heç də istəmirəm. Siz mənim evimə gəlmişsiniz, qapımı sındırmışsınız, mənim əşyalarımı dağıdıb tökmüsünüz. Nəfis puer çayımın da dadına baxmaq istəmirsiniz. Mən nə istəyirəm ki? Ned O'Reilly, poçtalyon, Louisiana ştatı. Sizin burada nə işiniz var? Adımı da bilirsiniz artıq. Təhlükə, oğlum, təhlükə. Siz hamınız təhlükədəsiz. Mən sizə kömək etmək üçün buradayam. Mən onun gözlərinə baxdım. Nə qədər axtarsam da onların dərinliyində bir dənə dozu yalan və kiçik biclik hiss eləmədim bu dəfə. Çox qəribə idi, düzün deyirdi sanki. Amma o bizim zəif olduğumuzu bilməməli idi. Qorxurdum ki, zəifliyimizi büruzə verərəm. Kənan soruşdu. Nə təhlükəsi? Əgər bunkerdə qalsaydınız, bilərdiniz. Biz hamıya hər şey sonradan danışdıq. Siz də qaçıb dəli kimi boş küçələri gəzirsiniz bu cür təhlükə olan vaxtda. Bakı Ceyhan yalan idi. Sadəcə insanları narahat etməmək üçün. Onları evakuasiyaya hazırlayırdıq. Nə? Nə evakuasiyası? Əzizlərim, siz gecikirsiniz. Birazdan bu danışdıqlarımızın heç bir mənası olmayacaq. Biz gecikəcəyik. Hara, nə gecikməyi? Oğlum, mən sənin oğlun deyiləm, deyib Kənan əlini masaya çırpdı. Masanın üzərindəki stəkanlar azca yerindən qalxıb, yenidən nəlbəkiyə düşdü. Nedin qalstukunda da 1-2 damcı çay sıçradı. Ned başını yelləyib əlini cibinə saldı. Oradan bəyaz dəsmal çıxarıb qalstukunun üstündəki ləkəni sildi. Onu yaxından gördüyümdən yaşını daha dəqiq müəyyənləşdirə bilərdim. Hardasa 60 yaş olardı yəqin. Bu dəqiqə bizə nə bilirsən? Danışırsan, eşidirsən? Bu dəqiqə hər şey danışmalısan, yoxsa nə? Yoxsa səni öldürəcək. Ned gözlərini aşağı salıb başını yellədi. Daha bir qurtum puer çayından içdi. Üzü elə bir ifadə aldı ki, elə bil 5 yaşlı uşağın əlindən sevimli oyuncağını alıb sındırmışlar. Kənan, əzizim mənim, gözəl oğlan, sən mənim qəlbimi qırırsan. Heç olmasa o qızcığaza yazığın gəlsin. Ax, siz cinayətkar deyilsiniz ki, adam öldürəsiz. Amma sən mənə nəsə eləsən, bu yazıq qız da sənə görə cinayətdə əlbir kimi cəzalanacaq. Niyə axı? Necə yəni niyə? Siz niyə adam üçün bizi suallara cavab vermək istəmirsiniz ki? Əgər hər şey sadəcə təhlükə ilə bağlıdırsa, niyə fırladırsınız sözləri? Qapı niyə bağlanıb? Kənan məni dinləmədən əli ilə çiynimi sıxdı. Fidan, sakit ol. Ned onu lap əsəbləşdirərək üzünü mənə tutdu. Fidan qızım, ona başa sal ki, bizim bütün məqsədimiz sizi xilas etməkdir. Niyə elə bilirsiniz ki, biz pis adamlarıq?
Mən ona inanmağa başlayırdım sanki. Bəlkə də iradəm zəif idi, ona görə tabe olurdum. Sakitcə dedim. Sübut. Bizə sübut lazımdır. Ned dedi. Gözəl qız, Canan, oğlum mənim. Siz qaçandan sonra biz sənin haqqında oxuduq. Sən güclü xaçirsən. Görməli olmadığın şeylər telefon vasitəsilə gördün və qaçmaq qərarına gəldin. Bəs dərmanların? Axı, sən bu dərmanlarsız Fidanı təhlükəyə salmış olursan. Mən eşitdiklərimdən bir şey anlamadan Kənanın üzünə baxdım. Onun rəngi qaçmışdı, sanki hansısa ayıb bir sirini açmışdılar. Rəngi bozardı və gözlərini Nedin bəbəklərinə zillədi. Kənan, əziz balam, sən bu cür ağır xəstə ola-ola bu gənc qızı da yanına almısan. Axı belə olmaz. Onun taleyi ilə oynayırsan. Özünə də yazığın gəlmir. 3 il əvvəl olanlar sənə bəs deyildimi? Mən Kənana baxdım. Kənan, bu nə danışır? Qızım, Kənan uşaqlıqdan xəstədir. Onda yüngül şizofreniya var. Spazmlar arada əmələ gəlir və yox olur. Amma əmələ gələrkən o hər şey edə bilər. 3 il əvvəl öz mənzillərində elə bir oyun çıxarmışdı ki, doğma atası onu məhkəməyə vermişdi. Anası ondan imtina eləmişdi. Kənan, biz sənin sənədlərini oxumuşuq, hər şeyi bilirik. Sən bir gün də dərmansız qalmamalısan, amma sən... Kənan gah mənə baxdı, gah ona. Mən də nə edəcəyimi bilmədim. Kənan deməli dəlidir, həqiqətən dəlidir. İndi onun bütün susqunluğu, qeyri-adi hərəkətləri və çılğın qərarları yeni bir təng alırdı. Fidan, onun insanlara qarşı nifrəti var, bunu anlayıram. Amma Kənan, bu qızın günahı nədir ki, sənə görə əziyyət çəksin? İndi rahatca bunkerdə otura bilərdi, əziz dayı ilə. Bu cümləyə kimi Nedin tərəfinə keçməyə də hazır idim. Amma əziz dayı deyəndə sanki mənə ildırım vurdu. Mən ağzımı açıb onu söymək istəyirdim ki, Kənan məni qabaqladı. Yalançı, əziz dayını Xəzər dənizində yüzlərlə meyitlərlə birlikdə qağayılara yem eləmişsiniz. Bitir bu yalanları. Mən dəli ola bilərəm, amma sənin kimi qatil deyiləm. Nedin üz cizgiləri dəyişdi, amma dodağı gülümsəməyə davam edirdi. Sənə kim dəli dedi ki, mən sənə ancaq yaxşılıq eləmək istəyirəm. Sus, sualıma cavab ver. Kənan ikinci dəfə əlini masaya çırpdı. Nedsən, kimsən bilmirik. Kimsən sən, nəçisən, nə etdin azı buralarda, nədir bu evakuasiya, niyə insanlar yığdınız yerin altına, kimsən sən? Yaxşı, görürəm ki, siz mənə inanmayacaqsınız, çayımdan da içmədi, sözümü də eşitmirsiniz, düzünü deyəcəm ancaq. Həqiqəti nə qədər tez bilsəz, o qədər tez buradan gedə biləcəyik. Mənim adım Ned Oldfielddir, mən poçtalyonam, amma bu mənim yalançı işimdir və yalançı adımdır. Mənim əsl adım Richard Andersdir. Mən poçtalyon deyiləm, mən NASA-nın gizli dəstəsinin üzvüyəm. Mən dünyanın xilası proqramı ilə buraya göndərilmişəm. Dünya böyük təhlükə qarşısındadır. Azon qatı deşildiyindən dünyada böyük kataklizmlər başlayacaq. Bu əslində 2012-ci ildən bütün qitələrdə müşahidə olunur. Bizim alimlərin də hesablamaları nəticəsində çox qısa zamanda yerə böyük bir meteorit yağışı yağacaq. Meteoritlər çox böyük olmasa da bu yağış özü ilə minlərlə virus gətirəcək. Nə? Ned qətiyyətlə qaşlarını çatıb sözünə davam etdi. Virus. Bu meteoroidlər minlərlə xəstəlik bakteriyası gətirəcək. Planetdə güclü epidemiya başlanacaq. İnsanlar məhv olacaqlar. Buna görə biz hamını yerin altına yığmışıq. Mən Azərbaycan dilini 10 ildir öyrənirəm. Bizim alimlər 20 ildir bu problemlə məşğuldurlar. Bu haqda dövlətlər arasında məxfi sazişlər bağlanıb. Vaxt gələndə bizə bütün resurslar təqdim olunacaqdır. İndi budur, vaxt gəlib və bütün prezidentlər idarəçiliyi NASA-ya veriblər ki, insanlara xilas etmək mümkün olsun. Siz nə danışırsınız? Meteoroidlərlə xəstəlik nə gəzir? Necə nə gəzir qızım? Bütün xəstəliklər, mikroblar kosmosdan gəlir. Sadəcə ozon qatı və yerin maqnit sahəsi onlardan qoruyurdu bizi. İndi isə ozon qatı demək olar ki, bir çox meteoroidləri içəri buraxır. Bu bəşəriyyət üçün çox çətin bir mərhələdir. Amma biz 10 illər ərzində yeraltı şəhərlər salmışıq. Bütün insanları oraya aparacaq. Şəhər epidemiyalardan qorunacaq. İçəriyə bacardığımız qədər heyvanlar və bitkilər də aparmışıq ki, 6-7 il sonra xəstəlik yox olanda yenidən qayıda bilək. Kənan onun bir kəlməsinə də inanmayıb dedi. Qulaq asın Ned, bizi aldada bilməyəcəksiniz. Artıq sizin təsəvvür etdiyinizdən də çox şey bilirik. Heç kəsi şəhərzada göndərmirsiniz. Hamını hamamda öldürüb atırsınız Xəzər dənizinə. Bizə hər şey aydındır. Heç bir təhlükə ya fəlakət də yoxdur. Siz özünüzsüz ən böyük təhlükə. Ned gözlərini Kənana zilləyib gülümsədi. Heç bilmirəm Kənanın cümləsində gülməli nə var idi, amma o bizə lap baxışı uşaqlarına baxdığı kimi baxırdı. Əlini çaydana yaxınlaşdırıb üzünü mənə tutdu. Qızım, bu puer çayları həm də arıqlamağa kömək edir. Səndə artıq kilolar var, onları aradan qaldırmalısan. Puer mənim ən sevdiyim çaydır. Hər gün içirəm, ona görə belə cavan qalmışam. Amma çox tünd çaydır, zəhər kimi. Bu bizim ağlımızı lap başımızdan çıxarınacan çaydan danışacaqdı deyəsən. Sanki bizi eşitmirdi. Öz aləmində idi. Kənan ayağa qalxıb o yan-bu yana gəzişməyə başladı.
Lənətə gəlsin, bu evdə, sən də, bu qapıda, Ned. Bilmirəm siz kimsiz, Ned Odrif ya Richard Anders, amma siz yalan danışırsınız, ağ yalan. Divardakı bu tarix nədir, nə məsələdir bu Baykal? Ned pərt olmuş kimi gözlərini yumdu. Çay dodaqlarını yaxınlaşdırıb, gözlərini açmadan az qala pıçıltı ilə dedi. Canan, özünü çox ədəbsiz aparsan, bu sənin kimi bilikli, istedadlı gəncə heç yaraşmır. Mən sənin atan yaşdayam, bu nə tərbiyəsizlikdir? Daha sonra gözlərini açdı, gülümsəyərək dedi. Baykalda böyük bir şəhər qurmuşuq. 10 ildir kütlədən xəbərsiz inşa edilən qeyri-adi bir şəhər. İnsanları da oraya evakuasiya edirik. Asteroidlərdən xilas olmaları üçün. Tarix isə asteroidlərin gəlmə tarixidir. Mən indi zəng edib gözətçiləri çağıracağam. Bu qapını açsınlar və hamımız birlikdə bunkerə düşəcəyik. Siz boş yerə narahat olursunuz. Açarları ver. Axı dedim, məndə açar yoxdur. Açarları ver və heç yerə zəng etməyəcəksən. Nedin cizgiləri dəyişdi. Üzündə qəribə, incə bir qəddarlıq çaları göründü. Amma qoca olsa da Kənandan bir damcı da qorxmurdu. Oğlum, sən bu dəqiqə səhv edirsən, çox böyük səhv. Bu sözləri elə minli dedi ki, mən də Kənanın bu dəqiqə doğrudan da səhv etdiyinə inandım. Kənan əsəbi idi deyə özünü lap dəli kimi aparırdı. Sanki gözlərində azca çəplik də vardı. Niyə bunu əvvəl görə bilmirdim? Ne deysə düz danışırdı sanki. Ona qulaq asıb bunkerə qayıtmaq lazım idi. Amma Kənan düz qocanın gözlərinin içinə baxıb dedi. Ola bilsin ki, mən səhv edirəm, amma dənizə atdığınız 100 minlərlə meyitdən fərqli olaraq mən sağam, nəfəs alıram və inanın ki, mənim nəfəsimi kəsmək istəyənin özüm nəfəsini kəsəcəm. Bu sözləri deyib Kənan əlini belinə atdı və arxadan çıxardığı tapancanı düz Nedə tuşladı. Ned bunu gözləmirdi sanki. Cəld əllərini qaldırdı. Mən də gözləmirdim. O nə vaxt tapanca götürmüşdü ki? Ned mavi gözlərini top kimi bərəldərək nazik səslə dedi. Kənan, sakitləş. Sakitləş. Yox, sən sakitləş. Mən sənə bir şey danışacağam. Bunu deyib Kənan aramızdakı masanı bir əli ilə qaldırıb kənara çırpdı və Nedi ayağı ilə divana itələdi. Qoca və arıq cüssəli kişi divana yapışdı, gözləri balacalandı, nəfəsi titrəməyə başladı. Kənan onunla üzbəüz oturub tapancanı buraxmadan çox səbirlə və təmkinlə danışmağa başladı. Bununla sanki dəli olmadığını Nedə və hardasa mənə də sübut edirdi. Ned, bilmirəm ədəbiyyatla maraqlanırsınız ya yox, amma Stephen Kingin hekayələrinin birində belə bir səhnə var. Bu mənə ən çox təsir edən hekayələrdəndir. Peşəkar cərrah ailəsi ilə bir gün gəmidə səyahət edərkən gəmi batmağa başlayır. Güclü fırtına və tufan gəmini parçalayır. Yüzlərlə insanlar bir-bir batır. Təsadüf ya möcüzə nəticəsində cərrah kiçik bir taxtadan yapışaraq sağ qalır. Səhəri gün kimsəsiz bir adanın sahilində yuxudan oyanır. Amma bu bildiyiniz gözəl ağaclar və meyvələrlə dolu adalardan olmur. Bu adanın ölçüsü təxminən 10-15 metr diametrdə olur. Buna ada belə demək olmaz. Sadəcə uçsuz-bucaqsız okeanın üzərində balaca bir torpaq parçası. O qədər balaca ki, 10 addıma bir tərəfindən o bir tərəfinə keçə bilirsən. Bir dənə də ağac yox. Burada oyandığını görən cərrah anlayır ki, əgər heç dinləməsə, bir neçə günü öləcək. Amma belə adada nə edəsən ki? Sadəcə daşlar və qum. Ən dəhşətlisi isə o olur ki, tufan zamanı cərrahın sol ayağının topuğu yaralanır və hansı infeksiyadan dəhşətli dərəcədə şişir. Cərrah bilir ki, bu yara bir neçə saata qızdırma, daha sonra ölüm nəticələnə bilər. Dişlərini sıxaraq yerdə tapdığı ən iti daşla ayağını parçalamağa başlayır. Bir neçə gün ağrıların keçməsini gözləyən cərrah adaya qonan qağayını daşla vurmağa çalışır ki, onu yesin. Cərrah acından ölməmək üçün düz bir gün səhərdən axşamacan qağayı tutmağa çalışır, amma alınmır. Daha 2 gün qağayını tutmağa cəhd etsə də yenə alınmır. Qağayı uçub gedir. Cərrah bir həftə sonra hiss edir ki, acından öləcək. Kişi halsız-halsız kəsib atdığı ayağa baxır və anlayır ki, başqa seçimi yoxdur. Bu kəsik ayaq adadakı yeganə ətdir. Başqa yolu qalmayan cərrah öz ayağını yeməyə başlayır. Ned gözlərini Kənana zilləyib susurdu. Ned, başa düşürsünüz? Sizə bunu danışmaqda məqsədim nədir? Bilin ki, insan öz həyatını nə qədər sevir. Başa düşürsünüz? Ola bilsin ki, mən 20 yaşlı yüngül şizofreniya xəstəsiyəm və yeganə köməyim varlı ailədən çıxan və heç bir çətinlik görməyən 18 yaşlı bir qızdır. Amma inanın ki, biz ölməmək üçün nə lazım olsa eləyərik. Siz məni gözəl başa düşürsünüz. Necə ki, siz öz gizlətdiyiniz ideyanız üçün hər şeyə hazırsınız. Mən də hər şeyə hazıram, çünki mənim lənətə gəlmiş bircə ideyam var. O da bu zəhrimar vəziyyətdən canımı qurtarmaq. Bunu deyib Kənan tapancasını hazırladı. Nedi isə yenidən başını yelləyib, cibindən ağ dəsmal çıxardı və Kənanın təpik vurduğu ağ köynək ləkəni silməyə çalışdı. Kənanın nə tapancası, nə hekayəsi, nə də bir qram da təsir etməmişdi. Axmaq uşaqlar, siz özü də bilmədən dünyadakı ən böyük yaxşılığa qarşı çıxırsınız. Amma mən sizə bunu 3 sözlə başa sala bilməyəcəm.
Siz məni çox qəribə bir sınaq qarşısında qoymusunuz. Mən bu sirri gizlətməli idim, amma indi görürəm ki, onu gizlətməyə mənası yoxdur. Ona görə rahat əyləşin. Stephen Kingin o hekayəsindən daha maraqlı hekayə danışacağam sizə. Onun bu sözündən sonra mən də əyləşdim. Amma Nedin növbəti cümlələri bizim əlimizi qolumuzu bağladı. Mənim əzizlərim, ağılsız hərəkət etməməyiniz üçün əvvəlcədən deyirəm. Birincisi, mən bilirdim siz buradasınız və silahınız var. Kameralar sizə arxadan göstərdi və Kənanın silahını da görmüşdüm. Amma buna baxmayaraq öz ayağımla gəlmişəm. İkincisi, biz sizi elə qaçdığınız gündən izləyirik. Qaldığınız ev, bina, necə qidalanmağınız, hamısı mənə məlumdur. Necə siz kameralara qoşula bilirsiniz, eləcə də bizim adamlar sizi izləyirlər. Biz bilmədik nə deyək. Necə yəni? Üçüncüsü, Kənan, sən bizə ümumiyyətlə lazım deyilsən. İstəyirsən öl, istəyirsən qal. Bizə Fidan lazımdır. O, seçilmişdir. Onun testləri, doğum tarixi, analizləri və genləri bizə lazım olan işarəni verir. Dördüncüsü, Kənan ayağa qalxıb tapancağını Nedin alnına dirər. Dördüncüsü, indicə tətiyi basıram və sənin nəfəsin kəsilir. Elə bunu deyib Kənan tətiyi çəkmək istəyirdi ki, Ned gülümsəyərək əlavə etdi. Beşincisi, siz artıq mühasirəyə alınmısınız. Mənə nəsə olsa, bu bina yerlə yeksən olacaq. Bu sözlərdən sonra mənim başım gicəlləndi və özümdən asılı olmayaraq sağdakı iri pəncərələrə tərəf getdim. Kənan da yavaş addımlarla mənə yaxınlaşdı. Biz aşağı baxdıq. Bir saat əvvəl bomboş şəhərin küçələri əsl müharibə meydanında dönmüşdü. 20-yə yaxın patrul maşını, yüzlərlə əli silahlı əskər binanı aşağıdan mühasirəyə almışdılar. Aşağıda qırmızı göy işıqlı maşınlar siqnal verir və bizim nəsə etməyimizi gözləyirdilər. Üzbəüz binalardan işıqlar, snayperlərin lazerləri, bizə qarşı bir batalyon ordu, silahlı qüvvə dayanmışdı. Kənanın əlləri əsməyə başladı. Baxışlarını gah mənə, gah aşağıdakı mühasirəyə yönəldib dedi. Sən düz deyirdin, Fidan. Biz bu lənətə gəlmiş evə gəlməməliydik. Mən qorxaraq onun əlindən yapışıb dedim. Kənan. Amma Ned sözümü kəsdi və yavaşca arxadan bizə yaxınlaşdı. Quru uzun əllərini ikimizin də çiyninə qoyub bizimlə bir pəncərədən aşağı baxdı. Görürsünüz, bu köhnə dünyadır. Bu dünya artıq heç kəsə lazım deyil. Aşağıdakılara əl elədi və hər şeyin onun əlində olduğunu bildirdi. Daha sonra otaqda gəzişərək çaydanı qazın üstünə qoydu. İkinci puer çayını dəmləməyə başladı. Hərənin bir zəif nöqtəsi var. Mənim zəifliyim bu çaylardır. Ətri, əla, yuxunu da aradan qaldırır. Tibet monaqları bu çaydan dərman kimi istifadə edirlər. Sizin ölkədə satılmır, elə-belə çay deyil. Əyləşin uşaqlar, niyə elə donub qalmısınız? Ned Kənanın da əyləşdiyini görüb dedi. Məsələ Fidandadır. Fidan, təbiətin və qədim əfsanələrin qanununa görə hər dünyanın böyük məhvi zamanı hər qövmdən bir neçə insana seçim verilir. Bu seçimə də sən düşmüsən. Əgər sən öz xoşunla bunkerə gedib sınaqdan keçsən, bizim işimizə xeyir-dua veriləcək. Biz heç nə başa düşmədik. Ned başını yelləyib yenə öz-özünə güldü. Qocalıq. Siz heç nəyi bilmirsiniz. Gərək hər şey əvvəlcədən sizə danışım ki, bir şey anlayasınız. Nədən başlayaq? Bunu deyib, nazik mavi gözlərini tavana qaldırıb fikirləşdim. Bilirsiniz, indiyə kimi yalan danışmışam kütlələrə, amma indən bəri yalan danışmağa ehtiyacım yoxdur. Çünki biz artıq qalib gəlmişik və 3 günə bizim plan başa çatacaq. Siz istəsəniz belə bunu dayandıra bilməyəcəksiniz. Çünki proses artıq bitmək üzrədir. Siz mühasirədəsiniz. Öz həyatı üçün mübarizə aparan uşaqlar heç vaxt məni öldürməklə həyatlarını riskə salmaz. Əzizlərim, gəlin bütün kini və nifrəti, əsəbləri və emosiyaları kənara qoyub ortaq məhrəcə gələk. Sizə bütün həqiqəti danışacağam. Danışacağam ki, Fidan doğru seçim edə bilsin. Mənim sevdiyim İngilis yazıcı Aldous Huxley'nin dediyi kimi və siz həqiqəti tapacaqsınız və həqiqət sizi dəli edəcək. Mənim adım Frederick Cassel'dir. Louisiana'da heç vaxt olmamışam. Sənədlərimin hamısı saxtadır. Mənə aid olan bütün bioqrafiyalar xüsusi peşəkarlar tərəfindən hazırlanıb. Üz cizgilərimi dəyişmək üçün 2 dəfə plastik əməliyyatdan keçmişəm. Almaniya, İsveçrə və Norveç vətəndaşıyam. Milliyyətim fransızdır. Köklərim isə İngiltərədən gəlir. Mən dünyanın ən gizli, ən güclü təşkilatındanam. Mən masonam. O bu kəlmələri dedikdən sonra Kənan da mən də sanki diksindik. Mən masonluq haqqında eşitmişdim. Bilirdim ki, bu pis adamlar orada yığışdığı gizli təşkilatdır, amma əlavə heç bir məlumatım yox idi. Nedin ya Richard'ın ya da elə Frederick'in özünə mason deməsi biraz qəribə görünürdü. Kənan da mövzunu yaxşı bilmirdi. Ona görə sadəcə susub dinləməyə davam etdi. Mən 33-cü dərəcəli masonam. Bu masonluğun ən yuxarı müəllimlik təbəqəsidir. Bu təbəqəyə çatmış masonlar ən böyük həqiqəti bilir və onu gizlədirlər. Amma artıq plan baş tutub və nə isə gizlətməyə ehtiyac yoxdur.
və məni buraya Azərbaycana məhz sizin üçün göndəriblər. Sizə həqiqətləri anlatmağım üçün. Əsasən də sənin üçün, Fidan. Biz az qala dəv olacaqdıq. Nə? Necə? Yəni mənə görə? Mən kiməm ki, mənə görə 30-cu dərəcəli mason göndərilsin? Gənclər, mənim əzizlərim, sizə bunu 2 kəlmə ilə başa sala bilmərəm. Görək mənim danışacağıma diqqətlə qulaq asasınız. Puer artıq hazırdır, mənim vacib işlərim bitib və bizim şirin söhbətə xeyli vaxtımız var. Kənan pıçıltı ilə dedi. Sənin məqsədin nədir? Fredrik gülümsəmədən tam ciddi cavab verdi. Sizi mason etmək. Dünyanın əsl tarixi. Nate pencəyinin iç cibindən qalın bir siqar çıxarıb yandırdı. İlk tüstünü aram-aram tavana buraxdı. Tavan yüksək, pəncərələr də bağlı olduğundan tüstü yuxarı qalxır, tam tavana toxunan hissədə qəribə bəyaz bulud yaradırdı. Boğazını xırıldadıb danışmağa başladı. Sizə masonluq haqda çox şey deyə bilərdilər. Bunu bütün qəzetlər yazır, bütün televiziyalar göstərir. Başa çıxan da, çıxmayan da bar-bar bağırır. Siz hətta bu haqda özünüzdə nəsə oxuya bilərsiniz. Amma bilirsinizmi bu nədir? Sizin dəqiq məlumatınız varmı? Hardan olsun, siz ən uzağı bizim uydurduğumuz mason tarixini bilirsiniz, bu qədər. Yalancı tarixi əsasən ilk mason lojası 1688-ci ildə Fransada yaranır. Lojanın adı Ali Bərabərlik olur. Bunu deyib Ned gözlərini tavana qaldırıb dişlərini ağartdı. İngiltərədə ilk mason təşkilatı 1721-ci ildə Dostluq və Qardaşlıq adlı lojada birləşir. Nə idi masonluq? İlk illərində o sadəcə adi bir seyx ustalar birliyi idi. Mason sözünün özü də elə usta, bənna deməkdir. Avropada orta əsrlərdə uca gotik kilsələr, binalar, universitetlər, saraylar tikilirdi. Baxın, elə həmin sarayları, kilsələri mason seyxləri, sənətkarlar cəmiyyəti tikirdi. Və o dövrdə papaqçıların, çəkməçilərin, dəmirçilərin öz seyxləri və birlikləri olduğu kimi ustaların da öz birliyi var idi. Free Masons, Masons. Nəyə lazım idi bu birliklər? Məsələn, dəmirçilər seyx xüsusi bir kimyəvi məhlula hazırlayır və ondan möhkəm qılınclar düzəldirdi. Bu seyx öz sirlərini qorumaq üçün başqa seyxlər onların texnikasını bilməsin deyə belə qapalı cəmiyyətləri toplanır və öz işlərini müzakirə edirdilər. Belə deyə, hər seyxin öz biznes siri olurdu. Eləcə də masonlar öz lojalarında birliklərini müzakirə edirdilər. O dövrlər tikililər, məbədlər və kilsələr 60 il, 100 il ərzində tikilirdi. Ona görə qoca ustalar ölməmiş öz tikinti texnikasını və bilikləri şagirdə ötürürdü ki, inşaat işi əvvəlki tərzdə davam etdirilsin. Elə buradan şagird mason və müəllim mason anlayışları ortaya çıxır. Masonlar da digər seyxlər kimi gizli iclaslar keçirir, öz tikinti incəliklərini müzakirə edirdilər. Amma masonların digər seyxlərdən fərqi onda idi ki, onlar ölkə daxilində azad hərəkət edə bilirdilər. Tarixdən bilməmiş olmazsınız, orta əsrlərdə təhkimçilik qanunu hökm sürürdü. Yəni, kim orada yaşayırsa, orada da qalmalı olurdu. İcazəsiz heç kəs olduğu yeri tərk edə bilməzdi. Amma masonlar daim yeni materiallar, arxitektura sirləri, müxtəlif tikinti işlərlə bağlı gedib gəlməli olduqlarından onlara sərbəst köç etmə hüququ verilmişdi. Baxın, elə oradan free mason, yəni azad masonlar ifadəsi yaranıb. Bunu deyib, Fredrik qəhqəhə ilə gülməyə başladı. Elə bil öz uydurduqları yalan hekayə özünə də ləzzət eləyirdi. Biz isə sadəcə susub onu dinləyir və bir aydır başımıza gələn bu hadisənin qara buludlar arasında hansısa həqiqətin üzə çıxacağı ümidi ilə susurduq. Həmin dövrlər Avropada mistika və sirli mövzular çox təbdə idi. Bizim alimlər də əmrimizlə kitabları belə yazıblar ki, güya mason cəmiyyətdə mistik mövzular və əfsanələr təsir edib və onlar öz aralarında müxtəlif miflər və əfsanələr uydurublar. Bir müddət sonra tikinti hər bir yerdə inkişaf etdiyindən masonlar usta olaraq dəbdən düşürlər və gizlədici texniki sirləri qalmır. Ona görə də spekulyativ masonluq yaranır. Bu masonluqda artıq təkcə bənnalar və ustalar deyil, adi adamlar da iştirak edə bilir. Və əvvəllər maddi olaraq istifadə olunan alətlər, məsələn pərcar, xəttkeş və piramida getdikcə mənəvi anlam alır və ideoloji bir rəmzə çevrilir. Onları indi başqa mövzular düşündürür. Dünyanın nizamı, insanın inkişafı və s. Artıq masonluq əsl ustalardan deyil, mənəvi ustalardan ibarət olur. Mənəvi ustalar öz daxillərindəki məbədi ucaldırlar. Yəni belə deyək, mənəvi inkişaf etməklə məşğul olurlar. Ned bunu deyib gülümsədi. Kənan özünü tutub Nedə dedi. Və beləcə siz yarandınız, daha sonra siyasət və çirkli işlərə. Bizim üçün ən gülməli gələn bu mövzuda bilirsən nədir? Yuxarıda oturanların hamısı yaşlı bankirlərdir və məqsəd daha çox pul qazanmaqdır. Bəs bu qədər pul nəyə lazımdır? Ən varlı adamların nəyinə lazımdır artıq pul? Söhbət ən varlılardan gedir. Ola bilər ki, onlara daha çox pul lazım olsun. Bu heç məntiqlidir ki. Daha sonra yenidən siqar tüstülədi, ciddiləşərək davam etdi.
Canan, siz bu məlumatları istənilən tarixi kitablardan öyrənə bilərsiniz. Amma bu sadəcə avam kütlə üçün bizim öz yazdığımız tarixdir. Biz özümüz istəmişik ki, onlar, yəni siz bizi sadəcə belə bir təşkilat kimi tanıyasınız. Öz qarınlarını güdən paxıl bankirlər, prezidentləri idarə edib pul qazanan milyonçular kimi. Nədə qulaq asdıqca maraq məni bürüyürdü. Görəsən bu da yalandı. Yəni əsl masonluq tamam başqa şeydir. Sanki sualımı eşitmiş kimi dedi. Amma əsl masonluğun tarixi daha əvvəllərdən başlayır. Bunu heç bir tarix müəllimi sizə öyrətməyəcək. Bu sözləri deyib səsini alçaldaraq aramla danışmağa davam etdi. Xristianlıq yaranan dövrlərdən başlamalıyıq. Daha doğrusu daha da qədimlərdən. Amma sizə hələlik bu dövrü izah etməliyəm. Daha qədimləri heç anlamayacaqsınız. Canan səbri tükənmiş halda dedi. Ned, Frederick, bilmirəm, siz bizə nağıl danışmaq istəyirsiniz. Xristianlığın bura nə dəxli var? Niyə heç kəs yoxdur dünyada? Bu nə məsələdir? Oğlum, əgər sən imkan versən, həmən hər şeyi bircə danışacağam. Siz anlamırsınız, cümlənin əvvəlini işitməmiş, sonunu anlaya bilməzsiniz. Gərək sizin balaca beyinlərinizdə bütün mənzərə işıqlansın ki, anlaya biləsiniz bizim ideyanı. Kənanın əlini sıxdım. İşarə elədim ki, sakit dursun. İmkan versin Frederikə danışdıqları nə qədər qədim və yersiz olsa da, əgər bu bizə həqiqəti anlamağa kömək edəcəkdirsə, mən dözməyə hazır idim. Savasız tarix müəlliminin boş-boş rəqəm əzbərlətməkdənsə, bu tarixi bilmək daha yaxşı idi. Qəribədir, axı hər şeylə bundan başlamışdı. Mənim arzum yerinə yetmişdi. Nəyə lazımdır Hunların yürüş tarixini bilmək? İndi isə sanki tariyə qarşıma əsl tarix müəllimi çıxarmışdı və mənə bir neçə saata bütün tarixin qaranlıq həqiqətlərini danışacaqdı. Ned, Richard Frederick sözünə davam etdi. Əvvəlcə ümumiyyətlə xristianlıq dininin necə yayıldığını bilməlisiniz, çünki bizim əvvəlimiz bir xristian ordenindən başlanır. Amma onlar yalnız sirləri bildikdən sonra dini anlaya bilirlər. Sizə xristianlığın yarandığı əsrdən, 1-ci əsrdən danışıram. Çox Allahlı Roma imperiyası daxilində ən kasıb təbəqənin beyinlərində yayılan bu din getdikcə inkişaf etdi. İsa Peyğəmbər haqqında tarixi məlumatlar olmadığından bu miflər və hekayələr də sadəcə şifahi şəkildə dildən dilə ötürülür və necə yaranmış, hələ tam düzəlməmiş din meydana çıxırdı. Xristianlığın ilk düzəltiləri kasıbları ən üst mərtəbəyə qaldırırdı. Kim kasıb idisə Tanrıya daha yaxın idi. Bir varlının cənnətə düşməsi, dəvənin iynə deşiyindən keçməsi kimi çətin adlandırılırdı xristianlıqda. Bu din yuxarıları pisləyərək, insanın Tanrıdan başqa heç kəsə itaət etməməli olduğunu bəyan edərək aşağıları birləşdirə bilirdi. 1-ci əsrdə Roma imperiyasında elə vəziyyət yaranmışdı ki, 200-dən çox adam özünü peyğəmbər elan edərək müxtəlif dini görüşlər yaymaqla məşğul idi. Bu görüşlər arasında xristianlıq daha çox tərəfdar toplayırdı, çünki kasıb təbəqənin maraqlarını əks etdirirdi. İlk 400 ildə xristianlığın müqəddəs kitabı olmur, sadəcə dildən dilə yayılır. Amma bu 400 il xristianlığın ən gözəl dönəmi olur. İnsanlar sevgiyə və Allaha inanırlar. Oğurluq və zinadan, pislik və yalandan uzaq olurlar. İlk keşişlər həqiqətən yaxşı insanlar olur və xalqa Allaha bağlı olduqlarını sözlərində də, əməllərində də göstərirlər. İlk xristianlar müharibəyə qarşı olurlar. Onların əqidəsinə görə hətta düşmən hücum edərsə belə silaha toxunmaq olmaz. Xristianlar heç bir halda orduya getməməli, müharibələrdə iştirak etməməlidirlər. Yalnız yaxşılıq və sevgi də onlara lazım olan. Kasıb keşişlər dəbdəbədən uzaq idilər. Lazımsız var dövləti xristianlar heç istəmirdilər də. Bu dinin bir neçə əsrə o qədər qan tükəcəyi heç kəsin ağlına belə gəlməzdi. 4-cü əsrin əvvəlləri növbəti Sezarın, yəqin bilirsiniz ki, Sezar şah deməkdir. Şahın ölümündən sonra hakimiyyətin bir hissəsini Konstantin ələ keçirir. O dövrlər Sezarların oğulları, qohumları çox olduğundan imperator ölə kimi taxtac üstündə qanlı davalar düşürdü. Və bu şəhzadələr arasında döyüşdə kim qalib çıxırdısa o da Sezar olurdu. Bu şəhzadələr içində çox məntiqli Konstantin də var idi. Konstantin öz qan düşməni ilə taxt uğrunda müharibəyə hazırlaşarkən ağıllı bir taktika işlədir. Danışım sizin də xəbəriniz olsun. Konstantin məlumat alır ki, taxtacı iddiaçı olan rəqibinin ordusu daha güclüdür və rəqib ordusunun döyüşçülərinin sayı ondan qat-qat çoxdur. Konstantin başqa bir məlumat da əldə edir. Öyrənir ki, imperiya daxilində 100 minlərlə xristian dindarı var. Bu iki fakt əsaslanan Konstantin uğurlu bir taktika qurur. Düşünür ki, əgər özü xristianlığı qəbul etsə, digər xristianları başına toplayıb ordusunu xristian ordusu etsə, tərəfdarları çoxalar, yəni rəqibindən daha güclü olar. Daha çox adam döyüşər onunla. Konstantin bu fikri həyata keçirir. Böyük döyüş ərəfəsində xristianlığı Allahın həqiqi dini elan edərək, imperiya daxilindəki dindarları, mömin qardaşları müqəddəs döyüşə çağırır. Ordunun önündə böyük bir xaç qaldıraraq təsirə düşmüş kəndləri öz tərəfinə çəkir. Deyir ki, bu döyüşdə qalib gəlsək, biz xristianlığı, İsa'nın müqəddəs dinini bütün imperiyamızı yaya biləcək. Məktəblər açılacaq, kilsələr tikiləcək.
Beləcə çox qısa bir zamanda Konstantin ordusu rəqibin ordusunu sadəcə qat-qat üstələyir. İmperiyanın hər uc-bucağından onun ordusuna sadölöv dindarlar qoşulur. Döyüş meydanına gələn rəqib ordusundakı xeyli xristian qarşı tərəfin bayraq əvəzinə böyük xaç qaldırdığını görüb silahları atır və ya əksinə qaçaraq Konstantin ordusuna birləşirdilər. Onlar heç bir halda xaça qarşı döyüşə girmək istəmirdilər. Taxta coğrunda qoyulmuş hiləgər bir taktika ilə Konstantin rəqib ordusunu darmadağın edir və sonra öz söz verdiyi kimi xristianlığı Roma imperiyasının əsas dini elan edir. Amma ölkə daxilindəki çoxallahlı kütlələri, bütpərəstlərə, mitraya və ulduzlara inanan insanları narazı salmamaq üçün xristianlarla bütpərəstlərin bir çox əfsanələri bir-birinə qataraq ortaq bir din ortaya çıxarır. Beləcə, ata, oğul və müqəddəs ruh, bazar günü və İsa'nın 5 yarası haqqında əfsanələr əmələ gəlir. Bu barədə uzun danışmayacağım. Sadəcə xristianlığın necə yayıldığını danışmaq istəyirəm. Çox keçmir ki, kilsələr yaranır. İmperatorun qoyduğu adamlar bu kilsələrə rəhbərlik edir. Elə həmin dövrdən də xristianlar imperatorun əlində oyuncağa çevrilir. Kilsələrin hamısı imperatorun yaxın adamı olan Roma papasının tabeliyinə keçir. Bilirsiniz, bu nə böyük bir qüvvədir? 100 minlərlə insanın tabe olduğu bir şəxs əmələ gəlir. Roma papasının hər sözü ayə kimi, hər kəlməsi Allaha, insanlara ismarıcı kimi qəbul olunur. İslamda alimlər və mollalar ancaq Qurana əsasən qanun çıxara bilərdilər. Amma Roma papası özü də müqəddəs sayılır. Onun verəcəyi istənilən qərar Allahın birbaşa əmri kimi qeyd-şərtsiz qəbul olunurdu. Xristianlıq gücləndikcə keşişlər qədim yazıları axtarıb tapırlar. Keçmişin yadigarı olan müdrik elmi yazılar onların dar düşüncəsinə uyğun gəlmədiyinə görə Romanın və Yunanistanın böyük kitabxanalarını yandırırlar. Elan olunur ki, dindən başqa bütün elmlər haramdır. Riyaziyyatla məşğul olmaq şeytan əməli, astronomiya, ulduzlara baxmaq cadugərlik, qədim elmi yazıları oxumaq Allahın yolundan dönmək hesab edilir. Bu yasaqlara əməl etməyənlər məhv edilir, öldürülür. Xristianlıq gücləndikcə bu dinə inanmayan insanların hamısından vergi yığılır. Həmin pullar Roma papasının kisəsinə toplanır. Xristianlığı qəbul etmiş Sezarlar yuxarı təbəqəli elitada məcbur olub xeyriyyə adı ilə papaya minlərlə qızıl kisələri göndərir. Çünki papanın qəzəbinə düşən bir daha heç vaxt rahat yaşaya bilməzdi. Roma imperiyası zəiflədikcə papanın gücü artır və bu təsir yaxın Avropa xalqlarına da yayılmağa başlayır. Papa tibbi şeytan əməli həkimləri Allahın işinə qarşılan kafirlər adlandırır. Xəstələrə dərman verməyə qadağan edir. Xilas üçün yalnız dua etməyi və cinləri qovmağa əmr edir. Beləcə çox keçmir ki, Avropanın bəlaları başalıb gedir. Elmsizlik, aqressiv dindarlıq və yoluxucu xəstəliklər. Yunan filosoflarının qədimdən qalma elmləri qadağan olunduğundan Avropa cahilləşir və cəmi bircə kitab, İncil oxuyan xalq getdikcə savadsızlaşmağa başlayır. Roma imperiyası dağılır. Bütün texniki kəşflər dayanır. Xalq cadugarlara, əjdahalara, gecələrə at çapan cinlərə inanır. Şəhər mədəniyyətli imperiya böyük bir kəndə çevrilir. Qadınların onsuz da az olan hüquqları daha da azalır. Axı dinə görə Adəmi qadağan olan meyvədən yeməyə qadın məcbur etmişdi. Nəticədə insan cənnətdən qovulmuşdu. Buna görə də Avropada qadınlara nifrət təbliğ olunurdu. Qadınlar bütün hüquqlardan məhrum edilir. Onlara sadəcə əşya kimi baxılır. Beləcə imperiya daxili ailələrdə ata, ana və övladlar arasında böyük uçurum yaranır. Və bu sıxılma və qadağalar imperiyada əxlaqsızlığı da artırır. Bütün pis cəhətlər də artmağa başlayır. Cinayətkarlar, cadugarlar və fanatik dindarlar, cin çıxaranlar və əjdaha ovçuları. İmperiya işdən çürüməyə başlayır. Zəiflənmiş Avropa köçəri xalqların hücumuna məruz qalır və bununla daha pis dönəm başlayır. Böyük dövlətlər kiçik-kiçik qraflıqlara parçalanır. Bu məlumatları söyləyəndən sonra Ned danışığına bir qədər ara verib fikrə getdi. Susub yenidən sözə başladı. Mənim əzizlərim, birazdan anlayacaqsınız mən bunu sənə üçün danışıram. Şərqdə İslam dini inkişaf etdikcə şərq yüksəlir. 7-8-9-cu əsrlərdə şərqin elmi və texnikası Avropanı qat-qat üstələyirdi. İslam alimləri cahil keşişlərdən fərqli olaraq elmi hər şeydən üstün tuturdular. Elmi və tanrını araşdırmaq, daim axtarışda olub öyrənmək şərqi qüvvətli bir imperiyaya çevirir. Şərqdə insanlar kağız istehsalı ilə məşğul olarkən, riyaziyyat, kimya, həndəsə, tarix və tibbi araşdırarkən Avropa tam cahilləşir. Vəziyyət o həddə gəlib çıxır ki, xristianlar özləri də hiss edirlər. Nəsə pisdir, nəsə səhv yoldadırlar. Onlar zəifləyir, yenicə çıxmış müsəlmanlar isə inkişaf edir. Elə bu vaxt ən dəhşətli hadisələr baş verir. 1096-cı ildə
İkinci Papa Urban səhvi elmsizlikdə görmək əvəzinə cahil xalqı başına toplayıb tarixi bir çıxış edir. Avropanın uzun əsrlər geridə qalmasından, xəstəliklər və hücumlara məruz qalmasının səbəbini görün necə izah edir. Demək, kasıblıq və qaranlıq çağın tək bircə səbəbi varmış. Güya Qüds, yəni Yerusəlim, kafir və cahil müsəlmanların əlində olduğuna görə xristianlar Tanrının qəzəbinə gəliblər. İsa Peyğəmbərin çarmıxa çəkildiyi və daha sonra 3 gün basdırıldığı yer Qalqofa, Qüdsdə olduğundan bu şəhər xristianların ən müqəddəs məkanı sayılırdı. Beləcə Papa xalqa bildirir ki, bütün bəlaların səbəbi xristianların öz müqəddəs şəhərlərini İsa'nın öldüyü torpağa əldən vermələrindədir. Allahın qəzəbindən qurtulmaq üçün İsa'nın məzarına geri qaytarmaq lazımdır. Bu çağırış bütün Avropaya səs salır. Papa hamını, oğruları, caniləri, döyüşçülər və kəndləri böyük xaç yürüşünə dəvət edir. Bu döyüşdə iştirak edənlərə günahlarının bağışlanması vəd olunur. Beləcə, Avropanın hər yerindən yığışan xaçpərəstlər böyük bir ordu yaradıb Konstantinopoldan Kiçik Asiyaya gedir. Oradan da Qüdsə çatırlar. 1099-cu ildə Qüdsdə müsəlmanlarla xristianlar arasında böyük müharibə olur. Amma vəhşi və cinayətkar Avropa ordusuna qarşı İslam sərkərdələri heç nə də bilmirlər. İşğalçılar Qüdsü zəbt edib orada xristian dövləti qururlar. Bu həqiqətən Avropa üçün böyük bir bayram olur. Əsrlərlə cahilliyin əlində qalmış Avropalılar ilk dəfə qalib gəlmişdilər. Nedin xristianları belə pisləməsi və İslamı belə tərifləməsi də mənə süni gəlirdi. O bilirdi ki, biz müsəlmanıq. Demək, bu sözlərlə bizi öz tərəfinə çəkmək istəyirdi. Ned sanki mənim fikrimi oxumuş kimi sözünə davam etdi. Düzdür, əzizlərim. Xaç yürüşləri daha çox oğurluq, cinayətkarlıq və vəhşilik zəminində baş versə də, bu dindar xalq üçün həqiqi qələbə idi. Çünki xalqın içində həqiqətən İsa'nı sevən və günahsız təmiz insanlar vardı. Onlara sadəcə öyrədilmişdi ki, İsa'nın çarmıxa çəkildiyi torpaq müqəddəsdir. Ned bizə baxır və azca fasilə verir ki, dediklərini həzm edə bilək. Mən Kənana baxıram. O dodaqlarını dişləyərək fikrə gedir. Beynində bütün deyilənləri ayrı-ayrı rəflərə yığmağa çalışır. Ned isə siqaret tüstülədir və daha sonra çaydan bir qurtum içib deyir. Və beləliklə, xristianlar müqəddəs torpağı Qüdsü zəbt edəndən sonra minlərlə xristian dindar ziyarət məqsədi ilə yola çıxır. Böyük Qüds ziyarətgaha çevrilir. Amma illərlə davam edən bu ziyarətlər zamanı yol gedən dindarlar, oğruların, quldurların basqınına məruz qalırlar. Çöllü biyabanda heç kəs bu basqınların qarşısını ala bilmədiyindən quldurların sayı çoxalır. Yol boyu dindarları öldürür, bəzək əşyalarını və pullarını oğurluyurlar. Elə bu zaman biz masonların əcdadı olan bir cəmiyyət orden yaranır. Tampliyerlər və ya məbəd cəngavərləri. Tampliyerlər. Bilmirəm bu adı eşitmisiniz ya yox, amma ilk masonlar onlar olur. 1118-ci ildə Qüdsdə 9 nəfər fransız cəngavər könüllü olaraq ziyarətə gələn dindarları qoruyacaqlarını söyləyirlər. Ordində birləşən bu cəngavərlər hər zaman kasıb qalacaqlarına, cinsi əlaqədə olmayacaqlarına və ancaq xalqa və Allaha qulluq edəcəklərinə and içirlər. Bu insanlar həqiqətən çox vicdanlı və dindar insanlar olurlar. Dərviş kimi həyat sürür və bununla papanın da rəğbətini qazanırlar. Qüdsün o vaxtki şahı 1-ci Balduin gözəl döyüş qabiliyyəti olan tampliyerləri öz himayəsinə götürür. Onlar Süleyman Peyğəmbərin dağılmış məbədinin qalıqlarında məskunlaşırlar. Canan divar saatına baxdı. 10 dəqiqə keçmişdi, amma biz uzun əsrlər geriyə qayıtmışdıq. Görəsən Ned bizə nə demək istəyirdi? Canan ayağını ayağının üstünə qoyub soruşdu. Deməli, siz məşhur Tampliyer ordeninin varisisiniz. Ned başı ilə təsdiqləyib dedi. 9 il, düz 9 il tampliyerlər kasıblıq içində ömür sürmüşdülər. Digər cəngavərlər kəndlilərin qızlarını zorlayır, pullarını alır, içir və keyflənirdilər. Ona görə xalq da onları sevmirdi. Amma tampliyerlər çox kasıb idilər. Hətta o dərəcə kasıb idilər ki, 2 cəngavərə bir at düşürdü. Bununla belə onlar ibadət edir, itaət edir və səbr edirdilər. Zəvvarları yolda qoruyur, qoca analara, zəif bacılara kömək edir, gecələr də Süleyman Peyğəmbərin qaranlıq məbədinin xarabalıqlarına qayıdırdılar. Özünü tam dinə həsr etmiş bir orden idi. Buna görə xalqın sevgisini qazanmışdılar. Hətta papa onlara kiçik torpaq hissəsi də vermişdi daha sonralar. Canan dedi, yaxşı, bəs bu danışdığınızın əsas yeri nədir? Niyə tampliyerlər mason olur ki? 9 il, ilk 9 il ordenə əlavə bir nəfər də daxil olmur. Həmin illər tampliyerlər papadan gizli bir əmr alırlar. Bax, elə buradan da dünyanın ən böyük tarixi başlayır. Nə əmri? Necə yəni gizləmir?
Vatikan yüzlərlə əlyazmanı, elmi işi yandırsa da bəzilərini saxlayırdı. Papanın qıfılladığı Vatikan kitabxanasında bəzi əsərlər gizli saxlanırdı. Keşişlər cəmaata dini möcüzələrdən danışsalar da, o əlyazmalarda qorunan əsl həqiqəti gizlədirdilər. O əlyazmalarda qeyd olunurdu ki, Musa peyğəmbərdən qəribə bir sandıq qalıb. Bu sandığın içində Musaya Sina dağında olan 10 ayə həkk olunub. Öldürmə, oğurluq etmə, zina etmə və digər ayələr. Amma eləcə də gizli əlyazmalara görə burada tamam başqa bir şey də var imiş. Gözünü qaldırıb başdan ayağa bizi süzəndən sonra nə daha böyük həvəslə danışmağa başladı. Mənim əzizlərim, bilirəm sizə bunu qavramaq çətin olacaq, çünki sizin təsəvvür etdiyiniz dünya tamam başqadır, həqiqətlər də başqadır. Mən sizi indi masonluğun ən dəyərli sirlərindən agah edəcəm. Sizin dünyaya baxışınız dəyişəcək. Mən Nedin gözlərinin içinə baxırdım. İlk dəfə bu gözlər bu qədər aydın və səmimi görünürdü. Bu hiyləgər arıq agent indi daha çox müdrik və yorğun bir qocaya bənzəyirdi. Bizim tam başa düşməyimiz üçün aramla yavaş-yavaş danışmağa davam etdi. Bu sandığın içində təkcə ayələr deyil, həm də Misir fironlarının kahinlərinə daha qədim əcdadlardan qalan bir şey də vardı. Bibliyada yazıldığı kimi, Tanrı deyir ki, mən dünyanı rəqəm, ölçü və çəki ilə yaratdım. Eləcə də deyilir ki, Musa Misirlilərin müdrikliyini öyrəndi. Əslində Papa o vaxtlar qədim yazılardan bilirdi ki, bu sandıqdakı sadəcə yazılar deyil, nə isə başqa bir şey də var. Musa peyğəmbər sandığı aparanda Fironun ordusu onların arxasınca düşür. Düz qırmızı dənizə kimi təqib olunurlar. Yoxsa nəyinə gərəkdir Fironu, Musa və onun qövmü, məsələ qullarda deyildi. Məhz sandıqdakı sirdə idi. Musadan qalan bu gizli sandıq sonralar nəsildən nəslə ötürülərək Süleyman peyğəmbərin əlinə düşür. Soruşacaqsınız sandıqdakı nə idi? Bu sir insana kömək edirdi ki, ali dünyanı anlasın, möcüzələr göstərib yeni kəşflər etsin. Və Papa tampliyerlərə gizli tapşırıq verir. Gecələr qaldığınız məbədin xarabalıqlarını qazın, orada böyük bir sir var deyir. Canan dəqiqləşdirmək üçün soruşur. Dediyiniz məbəd indi Yahudilərin dualarını kağıza yazıb yapışdırdığı yerdir. Orada Süleyman peyğəmbərin məbədi. Ned incə əlləri ilə əl çalıb gülümsədi. Əhsən sənə gözəl oğlan. Orada əvvəllər Süleymanın böyük sarayı olub. Hiram Abif tikdiyi saray məbəd. İndi Yahudilər həmin yerdə dualar etsələr də orada qalan daş xarabalıqdan başqa bir şey deyil. Nə mənada? Canan soruşdu. İndi gördüyüm mənzərə mənə lap qəribə gəlirdi. Elə bil iki ağıllı kişinin söhbətində kənardan qulaq asır, onların anlama surətdə çatdırmaq istəyirdim özümü. Kənana çox maraqlandırmışdı Ned. İnanmırdım ki, o yenidən əsəbləşə bilsin. Ned isə öz növbəsində çayını qarışdırır, qaşıqla çayın dibindəki yarpaqları sıxır, onların canındakı bütün şirəni və vitaminləri suya çıxarırdı. Əzizlərim, o vaxt Süleyman peyğəmbər dünyanın ən zəngin adamı olub. Musa peyğəmbərdən qalan formul, sir onda olsa da, o bundan istifadə edə bilmir. Amma böyük uşaqlığı olduğundan bütün alimləri toplayıb bu sirri onlara göstərir. Alimlər bu qənaətə gəlirlər ki, əcdadlardan qalan bu sirri ancaq Misir fironu və kahinlər bilə bilər. Həmin dövr Misir köçəri Asiya tayfalarının işğalı altında idi. Misirin sonuncu fironu Sekenenra ta 2. Süleymanın yanına köməyə çağırılır. Daha sonra onu Hiram Abif kimi tanıyacaq bütün dünya. Kim olur ki bu Hiram Abif? Ned bu adı hörmət və şərəflə təkrarladı. Misirin fironu Hiram Abif öz əcdadlarından qalan sirləri Süleymana gətirir və Musa peyğəmbərin formulu işə düşür. Hiram Abif Süleymanın məbədini tikir. Baxın, bu adam ilk mason olur dünyada. O qeyri-adi bir məbəd tikir və beləcə dünyanın müqəddəs yeri Misir ehramından buraya köçür. Lakin daha sonra Hiram Abifi 3 nəfər ölümlə hədələyir ki, bu tikintinin sirrini desin, formulu onlara versin. O söyləmir. Abif öldürülür, amma sirri vermir. Baxın, buradan gəlir masonların sir gizlətməsi. Masonluğun bütün ritualları və səhnəcikləri birbaşa bu bənna və üst qatili ilə bağlıdır. Hiram Abif sirri məbədin yeraltı zirzəmilərindən birində gizlədir. Roma papasının tampliyerlərə gizli əmri elə bundan ibarət olur. Tampliyerlərə həmin o sirri tapmaq tapşırılır. Stop, Ned, dayanın, mən heç nə başa düşmürəm. Axı siz artıq nağıl danışırsınız bizə. Bu nağıl da tarix deyil. Belə tarix olar, sirli şey, sübut eləyin ki, elə bir şey olub. Kenan ayağa qalxıb vargel elədi. O doğrudan da belə gedişata hazır deyildi. Ned, bizə planınızdan danışacaqdınız, amma başlamınız məbəd elə getdi, kahin belə gəldi, nə, belə olmaz, mən heç də başa düşmürəm. Ned başını yelləyib dedi. Oğlum, söhbət əcdadlardan Misirlilərə qalan sirdən gedir. 10 minlərlə il əvvəl yaşayan insanlardan qalan sir. Hansı sir? Ehramların tikintisinin sirri.
Səhranın ortasında dünyanın ən böyük möcüzəsinin tikintisi. Sən bilirsən ki, bu gün belə bütün ölkələr güclərini birləşdirib Misir ehramının yanında ikinci elə birini tikmək istəsələr heç nə alınmayacaq. Bu ehramlar dünyanın ən böyük möcüzəsidir, eşidirsiniz? Musanın dənizi aralamasından da böyük möcüzə. İsa'nın ölüləri diriltməsindən də böyük bir möcüzə. Çünki göz qabağındadır, amma necə yarandığını və nə üçün istifadə olunduğunu hələ adi adamlardan heç kəs bilmir. Siz bu haqda yəqin ki, eşitmisiniz. Amma sizə bu məsələni kitablar elə yazıblar ki, güya o vaxt üçün bu çətin iş olub. O vaxt üçün çətin, ehramları hələ indi də tikə bilməzlər. İstəsələr belə edə bilməzlər. Əsrlərlə axtarışlar gedir, minlərlə elmi əsər yazılır, amma hələ bir addım da həqiqətə yaxınlaşmayıb alimlər. Və reallıq budur ki, 21-ci əsrin əvvəlində 5000 il əvvələ dəvə üstünə gəzən adamların bu ehramı necə tikməsi haqqında heç bir məlumat yoxdur. Ehramların miqyasını çox kiçildiblər adamlar. 20-ci əsrdə Eyfel qülləsi kimi dünyada ən hündür bina idi ehramlar, anlayırsınız? Səhranın ortasına nəhəng daşlar. O daşların ən ağırlarının çəkisi 200 tona yaxın idi. Müasir qaldırıcı kranlar ancaq 100 ton qaldıra bilir, özü də bir aya. O nəhəng daşlar isə 300 kilometr uzaqlıqdan gətirilirdi. Xeopsun ehramında 2 milyondan çox nəhəng daşdan istifadə olunub. 2 milyon. Fərqli ölçülü daşlardan belə dəqiq həndəsi fiqur almaq isə qeyri-mümkündür. Alimlərin gəldiyi nəticəyə görə bu ehramı Xeops öz cənazəsi üçün 20 ilə tikdirib. Deməli, ildəki 365 günü 20 ilə vurub hesablayanda elə çıxır ki, bu müddətdə 2 milyon daşı gətirmək üçün 2 dəqiqəyə bir daşı 300 kilometr uzaqda yonub, daha sonra oradan sürüyərək gətirib, hələ bundan sonra da 40 mərtəbə yuxarı qaldırmaq lazım idi. Və bu proses fasiləsiz davam etdirilməlidir. Anlayırsınız? 2 dəqiqəyə heç bir kilometr getmək olmaz. O ki qaldı 300 kilometr səhra ilə gedəsən, 10 tonluq da daş aparasan. Bu yolu daşsız piyada getmək üçün azı bir həftə vaxt lazımdır. Təsəvvür edirsiniz? Bu qeyri-mümkün bir şeydir. 2 milyon daşı 20 ilə düzmək üçün hər 2 dəqiqədə bir daş gəlməli idi. McDonald's hamburgerləri belə daha gecib pişir. Ehramların sirrini bilən bütün kainatın sirrini bilmiş olacaq əzizlərim. Və onun sirrini ancaq Misir kahinləri bilirdi. Onlar bu sirləri xüsusi şifrəli əlyazmalarda gizlədib gələcək nəsillərə ötürürdülər. Beləcə, Pifaqor, Aristotel və Babil şahları bu sirlərin çox az bir hissəsindən xəbər tutmuşdular. Musa Peyğəmbər isə deyilənə görə bu sirri sandıqda gizlədibmiş. Sizə bu nağıl kimi gəlməsin. Əsl nağıl dərsliklərdə keçilən tarixdir. İnsanlar mağaradan çıxdı, meymundan yarandı, bunlar da nağıl. Bu tarix isə ancaq həqiqətlərdən ibarətdir. Ned bir də nəfəsini dərib danışmağa davam etdi. Bu dəfə daha möhkəm və daha güvənlə danışdı. Gecələr tampliyerlər hamıdan xəbərsiz qazıntılar apararaq Musanın sandığını axtarırlar. Bu sandığı axtardıqlarına görə ilk 9 il tampliyer sıralarını artırmır, bu əmri güclü sir kimi qoruyub saxlayırlar. Nə qədər az adam bilsə o qədər yaxşıdır. Beləliklə tampliyerlər ziyarətə gələnləri qorumaq adı altında əslində gizli əmri yerinə yetirirdilər. Amma Papa onlara qəti tapşırır ki, tapdıqlarını açmadan ona gətirsinlər. Vaxt keçdikcə tampliyerlər anlayırlar ki, tapdıqları sirri Papaya verən kimi, Papa onlara edam etdirəcək ki, sirdən təkcə ən yuxarı dairədəkilər agah olsun. Bu kasıb cəngavərlərin həyatı o sir qarşısında heç nədir. Uzun illər sonra tampliyerlər sandığı tapandan isə ən dəhşətli hadisə baş verir. Onlar sandığı açıb içindəkilə baxan kimi hər şey dəyişir. Nə olur ki içində? Ən dəhşətlisi odur ki, onlar sandıqda tapdıqlarının nə olduğunu anlaya bilmirlər. Amma bunu məktubla Papadan da öyrənə bilməzdilər. Çünki and içmişdilər ki, sandığı açmayacaqlar. Kilsənin sərt qanunlarına bələd olan tampliyerlər bilirlər ki, buna görə onları ölüm cəzası gözləyəcək. Ona görə cavab üçün daha qədim bir təşkilata üz tuturlar. Qüdsdəki yaxın qonşuları asasinslərə. Biz bir-birimizə baxdıq, sonra yenidən Nedə baxdıq. Yorulduğumuzu və çaşbaş qaldığımızı görüb bizə də çay süzüb gülümsədi. Əzizlərim, mən özüm aramla danışıram ki, siz heç bir xırda detalı unutmayasınız. Bizim vaxtımız azdır, amma ümumi hadisələrin izahına çatar, elə deyilmi? Mən ilk dəfə onun süzdüyü çayın dadına baxdım. Dediyi düz imiş, puer doğrudan da çox ləzzətli idi.